başqa bir informasiyalar da daxil olub, mənə eşidirsiniz siz. Sizin həyatınızda olan insanın məhz o insan olmadığını bizə deyirlər. Ciddi mənbələrdə hamısı. Onun üçün sümüyü də çürüyəcəkdir, hara atıblarsa, nə eləyiblərsə. Nə bilirsən, kənd yeridir. Bəlkə elə bir adam onu eləyib, aparıb bir tuvaletin içərisində, kənd yerlərində axı tuvalet qazırlardı. Məsələn, yeganə iyinin, qoxunun, insan meyidinin, cəsədinin iyinin gəlməyəcəyi, ehtimal olunmayacağı yer oradır. Yəni, bunu ağlımıza ancaq bu gələ bilər də. Yəni, mən demirəm, amma belədir. Yəni, beynimə bu gəlir də. Bu adam heç yerdən çıxmadı. Bu nədir? Bu qadını, kimdən nə işi vardı ki bu adam? Bəlkə təsadüfən kimsə nəsə eləyib, axırda bilməyiblər neynəsinlər, aparıb arası atıblar. Ola bilər də, ehtimaldır. O kətdə olub. O kətdən çıxmayıb. Mehriban xanım, siftə gündən də biz ona dedik ki, o kətdən çıxmayıb. Sadəcə axtarılmayıb axı. Nə tualet, kimin tualet axtarıldı, kimin həyət axtarıldı, kimin ev axtarıldı, kimin təzə qazılmış yerə axtarıldı, kimin, məsələn, heç nə it gətirildi, nə bir şey oldu. 90 gündən sonra gəldik, çıxdıq o məsələyə ki, başımız qarışdı müzakirələrə, 90 gündən sonra bəlli oldu ki, 90 gündən sonra heç it aparmağının mənası da yoxdur. Çünki iyilər itir. İt 90 gün ərzində o iyi hiss eləyib, paltarını eləyib, onun dalınca gedə bilər. Hətta mən də müraciət etmişdim. İti mənə götürə dedilər ki, qardı it axtara bilmir. Əşi, qar da nə yağdı? Göyçayda bir günlük yağdı, 3 gündən sonra yoxa çıxdı orada. Ki, qardı axtara bilmir. Belə bura qədər qar yağmamışdı ki, deyək ki, bunun əriməyinə bir ay var. Zar mənim, qar çox idi, amma ki 2 günə əridi, suda yana... Yox oldu da 2 günə də, ilahi ki, 2 gündən sonra qar qaldı orada, Ruhiyyə, qar qalmadı axı. Təbii, qar qalmadı 2 gündən sonra, yəni yenə də yeri bəlli ola bilərdi. Yəni heç o da olmadı, qonşular axtarılmadı, heç ara axtarılmadı. Yəni ki, məktublar ünvanladıq, cavab gəldi, bizə sadəcə cavab o gəlirdi ki... Axtarış davam etdirilir. Bəli, ondan başqa heç... Çox xahiş edirəm. Anamın itkisini gənə qaldırmağınızı xahiş edirəm. Çünki kömək istəyində mən anam tapılsın. Xahiş edirəm. Sizin əziyyətinizi danmaq olmaz, elə siftə gündən də bu axtarışda siz olmuşsunuz. Heç vaxtı danmarıq da onu. Çox sağ olun, çox güclü axtarışlar gedib. Əlindən gələni elədi, valla belə deyək. Yenə də görürük. Bax Ruhiyyə, bax bir şey var. Məsələn, indi siz belə deyirsiniz. Mən yalancı adam deyirəm, saxta da gətirib burada, yalanın 4 dənə sümüyü qoyum ananın qabağına, deyim bu sənin ananın sümüklərdir, gəl ağlaşaq. Bunu eləməyə nə var ki? Sonra da onun analizinin qiyməti filan qədərdir. İndi gəl get, bilirsən, mən belə şeylərdən qorxuram, açıq deyim. Adam var ki, bəlkə qorxmur belə şeylərdən, eləyər. Amma mən qorxuram şəxsən belə şeylərdən. Ehtiyat eləyirəm. Yalandan gətirim, calaşdırım, heç bir analiz olmadan, heç bir sübut olmadan. Bax, gəliblər, analizə gedir. Niyə deyirsən demə? Eləmisən də, qardaş. Yox, bir dəqiqə saxla. Ağzımı açacağım. Yox, onu mən dana bilmərəm. Dana bilməzsən, amma... Başqa efirə dəvət alıbdır, amma biz ona razı olmarıq cavab. Çünki biz hər zaman sizin efrinizdə işıqlandırmaq və yenidən də sonuna kimi getməyə sizlə hazırıq. Hər zaman, Heç bir efiri istəmirik. Və Əhalinin Sosial Müdafiə Nazirliyindən bizə ananın təqaüdü ilə bağlı birinci gün tam rəsmi məlumat veriləcəkdir. Çox sağ olun. Məlumat veriləcək. Araşdırma gedir, ciddi şəkildə araşdırma gedir. Və biz davam eləyirik və mən...